Hepatit B-nin müalicəsi varmı? Ən çox soruşulan suallardan biridir. Hepatit B xroniki bir xəstəlikdir. Çox vaxt kəskin dövrdə xəstə hepatit B keçirdiyini belə anlamadan sağalır. Bu xəstənin təxminən yoluxan xəstələrin 90%-də belədir. Biz bu xəstələrin 5-10%-ni görürük xronik qaraciyər zədələnməsinə səbəb ola biləcək hepatit B xəstələri. Hepatit B uzun müddətli, tam müalicəsi olmayan hələ ki bir xəstəlikdir. Müalicəsi uzun müddətli gedən xəstəlikdir. Məsləhətim hepatit B peyvəndi olmamısınızsa, hər bir kəsə hepatit B varmı, yoxmu yoxlamaq lazımdır. Heç bir əlamət verməyə bilər. Hepatit B sizdə varmı, yoxmu bunu müəyyən etmək də elə də rahat deyil, heç bir şikayət verməyə bilər. Bu baxımdan yoxlanmanız və peyvənd olunmanız ən doğru olacaqdır. Hepatit B səbəbi ilə izlədiyimiz xəstələrdə əlbəttə indiki müalicələr hepatit B-nin ağırlaşmalarından, qaraciyərin zədələnməsinin siroz və qaraciyər xərçənginə keçməsindən bizi qoruya bilir bu müalicələr. Amma müalicələri istədiyimiz zaman kəsə bilmirik. Bunun bəzi kriteriyaları var. Özəlliklə son zamanlarda əgər uzun müddət xəstəlik remissiyada dediyimiz, yəni səssiz gedirsə, B müalicəsinə baxmayaraq əgər hər şey normaldırsa, qan dəyərləri normaldırsa, seçici xəstələrdə xəstə ilə danışaraq müalicəni kəsə bilərik. Müalicəsini dayandırdığımız xəstələr mütləq yaxın nəzarətdə olmalıdır.